Şəkər istehsalı sırasında ortaya çıxan posadan hazırlanan yeni bir sərt içki kəşf edildikdən sonra bu damıtıq içkilər, kölələr və şəkərlər arasında əlaqələr daha da gücləndi. Bu yeni içki nə idi? Romdur. Deməli, 1647-ci ildə Richard Ligon adlı bir İngilis Karayib adası Barbadosa gəlir. Uzaqdan bu adaya baxınca çox cəlbedici görsənir və bu adaya gəldiklərində tam tərsi olur. Yəni vəbanın ortasında tapmış olurlar özlərini. Və bunu anladıqlarında artıq keçdi və onların bütün planları pozulur. Adada bir neçə gün qalmağı planlaşdırmışlar, amma 3 il qalmalı oldular. Bu müddətdə ada ilə bağlı araşdırmalar edir və məlumat toplayır. Belə ki, İngilislər 1627-ci ildə Barbadosa gəldiklərində burada kimsə ilə qarşılaşmamışdılar. Burada tütün yetişdirməyə çalışıblar, ancaq Ligonun müşahidələrinə görə Barbados tütünü dünyada yetişən ən bərbad tütünmüş. Buna görə də yerləşimcilər Braziliyadan şəkər qamışı, donanım və uzmanlıq gətirdilər. Ligonun adada qaldığı müddətdə şəkər adanın ən əhəmiyyətli ürünü halına gəlmişdir. Şəkər sənayesi çox böyük miqyasda kölə əməyinə əsaslanırdı. Ligon pusulanın, yəni kompasın necə işlədiyini izah etdiyi qaradərili bir köləyə, deməli bir kölə ondan xristian olub olmayacağını soruşur. Niyə soruşur? Çünki xristian olunca yazıq istədiyi bütün bilgilərə sahib olacağını zənn edir. Burada da Ligon köləliyi haqlı göstərmək üçün dini bir məntiqə yönəldi. Deməli, Ligon bu istəyi kölənin əfəndisinə çatdırır və aldığı cavab budur ki, kölələrin xristianlığa dönmələri icazə verilməz. Çünki İngiltərənin qanunlarına görə bir xristianı kölə edə bilmərik. Xristian olmağına icazə verilən kölə azad edilməlidir. Bir kölənin də azad etmək isə düşünülə bilməzdi belə. Çünki bu qazanclı, karlı şəkər işinin olduğu yerdə qalması deməkdir. Və Barbados 10 il içində şəkər ticarətinə hakim olub, şəkər baronlarını yeni dünyanın ən zənginləri arasına soxmağı bacarmışdır. Barbadosdakı ziraatçılar həm də şəkər işinin yan məhsulu olan mayalanmanı və arxasıca da damıtıb sərt alkoqollu içki hazırlamağı da